Hər vaxtınız xeyirli olsun, necəsiz? Xınaya hazırlaşıram və sizinlə birlikdə hazırlaşa söhbət edəcəm. Ümumiyyətcə, mən bugün Çinarə xına adətlərindən sizə danışacağım ki, toydan öncə xına niyə olmalıdır? Bu arada danışa-danışa ayaqqabımı da göstərim ki, yeni ayaqqabılarımdır. Analar arasında çörəkəsi olur ki, qızımız çıxdığı ata-ana yurdundan başqa ocağına köçərkən ruzunu aparmasın, gəldiyi ocağa da bərəkət gətirsin. Toydan öncə kişilər arasında ciyər axşamı olur, yəni subaylığın son gecəsi olur və qızlarda da xına adətləri var. Cənnətdən gələn nemət sayılır xına, bərəkət deməkdir və mənim kombinimdir. Çox qəşəngdir, hə, kombinim. Sırğalar, dara edanda. Bu arada duxum da paltarıma uyğun, pəmbə. Biz də bol enerji ilə xınamıza hazırlaşırıq. Obrazım belədir, saçlarımı belə hörmüşəm. Bugünkü gəlinimi də Allah xoşbəxt eləsin, bütün subaylara qismət olsun.